Sözün Özü programında hoş gördük sizi, möhtərəm söz pərvanələri. Dilim öyrənib belə deyirəm, amma sözə pərvanə olmayan da varmı? Söz, Rəbbin uca qüdrətini əks etdirən qüsursuz və ləkəsiz bir aynadır. Əsma-i Hüsna, yəni Rəbbimizin min bir sözlə camal göstərməsidir. Ən əvvəlsiz mənzərə belə yaradanı söz qədər yüksək və möhtəşəmliklə bərraq göstərə bilməz. Allah bu müəzzəm kainatı tək hecalı bir kəlmənin qüdrəti ilə ol deyincə yaratdısa, təkcə bu yetər Həzrət sözün mötəbərliyi üçün. Söz hər şeyə dəyər demək. Söz gümüşsə, sükut qızıldır. Əlbəttə bu bir təsəlli üçündür. Başqa sözlə, söz söyləyə bilməyənlər və söz deməyə haqqı olmayanlar üçündür. Əslində bu ibrət susmağı deyil, qızıldan daha dəyərli söhbətin gərəkliyini xatırladır. Axı söz ərbabının dağarcığında olan nəsnə gümüşdürsə, qızıl olan da sözdür. Sevgimiz, sevdamız, kədərimiz, yasımız, hər şey bizi sözə yönəldir. Sərvət sahiblərinin tükənməz xəzinələri vardı. Necə oldu? İnsanlığı o qayğılar rahat qoymayıb ki, ömür karvanı heç kimə aman vermədən keçib gedir, baha biçilməz varidatlardan sahibinə heç nə belə qalmır. Bəzi arif insanlar fiziki ömürləri müddətincə onları gələcəkdə xatırladacaq mükəmməl bir maddi dəyər, bir körpü, bir cami, bir çökməz qala inşa etdirməyə qeyrət göstərirlər. Bu yadigarlıqları ilə heç olmazsa bir müddət xatırlanacaqlarından təsəlli tapırlar. Səlcuqlu hökmdarlarından Əmir Məhəmməd Mühiddin Pərvanə bu düşüncələr içində Mövlana Cəlaləddin Rumi Həzrətlərinin hüzuruna gəlir. Acizana bir rica edir. Atanız Sultanül-Ülamə Bahəddin Vələdi tükənməz elmi dipdiri saxlayacaq cahanda. Səni isə yaratmaqda olduğun dünyavi poeziya incilərin. Sən mənə köməkdarlıq göstərərsən, mənim də adımı baqiləşdirəcək bir xeyir əməl abidəsi ucaltmağa qeyrət göstərərəm. Mövlana soruşur, məsələn nə kimi? Mühiddin Pərvanə mətləbə keçir. İcazə versəydiniz atanızın məzarı üstündə möhtəşəm bir qübbə ucaltdırardım. Mövlana hökmdarla bərabər Bahəddinin uyuduğu qəbristana gəlir. Baharın füsunkar bir vaxtıymış. Yerdə çiçək-çiçəyi çağırır, göydə səmavi dərinliklərdə oynaşan bulutlar insanın yaşamaq həvəsini 1-ə 5 qat artırırdı. Mövlana sol əli ilə sultanın sağ qolundan ehtiramla yapışıb, sağ əli ilə nəhayətsiz göyləri göstərərək sözə başlayır. Möhtərəm hökmdarımız, siz mənim atamın qəbri üstündə bundan möhtəşəm bir qübbə inşa etdirə biləcəksinizmi? Padişah birdən-birə ümidləri puç olmuş hala gəlir. Mümkünsüz. Mövlana böyük bir təmkin və xatircəmliklə fikrini tamamlayır. Elə isə zəhmət çəkməyin, mən atamı bax o möhtəşəm və əbədi göy qüvvəsinə tapşırmışam. Vəcizə ərmağanınızı Həzrət Mövlanadan seçmişəm. Mən deyiləm, səndə də həm sən varsan, həm mən. Mən həm məniməm, həm sənin, sən də mənim. Bir elə qərib hala gəldim ki, bugün, sən mənsənmi, bilə bilmirəm, mənmi sənəmmi? Möhtərəm televiziya tamaşaçılarımız, növbəti bir söz mənziləsində görüşmə ümidi ilə Allah amanına tapşırıram sizi.